Azərbaycan prezidentinin ADU Universitetinə keçirilən beynəlxalq forumda çıxışında Azərbaycan-İran münasibətlərinə diqqəti cəlb etdi və ikitərəfli münasibətlərimizdə çox anlaşılmaz məqamlarla bağlı mövqeyini ifadə etdi. O səfirlikdə baş vermiş terror aktı. Ondan sonraki proseslər mən vaxtı almaq istəmirəm, bunu hər kəs bilir. Amma Azərbaycan prezidentinin müəyyən etdiyi xarici siyasət kursunun fəlsəfəsi var. Həmin kursa görə prioritet istiqamət ikitərəfli münasibətlər formatıdır. Bəli. İkitərəfli münasibətlər yüksək səviyyədə olanda 3 tərəfli, 4 tərəfli, 5 tərəfli, bütövlükdə çox tərəfli münasibətlər formalaşır. İkitərəfli münasibətlərin içərisində isə qonşularla münasibətlər birinci yerdədir. Yəni eyni məntiqlə çıxış eləyəndə Azərbaycan dövlətinin siyasətini, xarici siyasətini cənab prezident müəyyən edib, İranla münasibətlər bizim üçün prioritet sahədir. Amma bilirsiniz də tangonu necə oynayırlar? Siyasi tangonu. Yəni bu bir tərəfin istəyi ilə deyil. Yəni burada qarşı tərəfində analoji addımı və davranışı olmalıdır. Həm də bizim siyasətimiz bu siyasəti biz düşünərkən və onu həyata keçirərkən bir şeyin də fərqindəyik ki, biz xristian olmamışıq, biz elə müsəlman ölkəsiyik. Bizim ideologiyamız Azərbaycançılıqdır. Bəs İran, sizin ideologiyanız nədir? Sizin ideologiyanız Xameynizmdir. Sizin Xameynizm ideologiyanızın iki mühüm postulatı var. Bir, müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. Düzdür. Özləri də təsdiq edəcək ki, düzdür. İkincisi isə İran İslam inqilabının ixracı məsələsi də var onlarda. Yəni onların fikrincə kimlər ki, İslam dəyərlərinə zidd siyasət yeridir, Amerikanın, nə bilim, onlar böyük şeytan deyirlər də, bilirsiniz. Onun satelitidir. Onlarda biz İran inqilabını köçürməliyik, onlarda da inqilab baş verməlidir. Onu da gəlin məntiqlə baxalım. Əgər sizin dövlət ideologiyasına görə müsəlmanın müsəlman yaxın dostu yoxdursa, biz müsəlmanlıq, Ermənistan xristian ölkəsidir. Amma siz açıq şəkildə birbaşa həm müharibə öncəsi, həm müharibə gelişi zaman, həm də ondan sonraki mərhələdə Ermənistanı müdafiə eləmişsiniz. Bu, bir açıq şəkildə deyin ki, 79-cu reallığından bəri ilk dəfə siz Xameynizm siyasətindən imtina edirsiniz. Bunu açıq deyin, biz də işimizi bilək. Və ona görə də, bax, bu günləri həm də cənab prezident çıxışından o da bəlli oldu ki, yaxın zamanda İran prezidentinin Azərbaycana səfəri gözlənilir. Həm də cənab prezident başqa bir həqiqətdə söylər ki, İranda keçirilən prezident seçkilərinin nəticələri bizi məmnun etmişdi və hesab edir ki, yeni prezident, yeni hakimiyyət münasibətlərimizin normallaşmasına xidmət edəcək və bunun müsbət impulslarını biz görürük. Amma bu reallıq fonunda, bəli, məlum olur ki, İranın nəqliyyat naziri gedib Zəngilana, cəmsi 5 kilometr o yanda İran, özdə harada, məxsus o yerdə hərbi təlim. Onda bilirsiniz, o qədər məntiqsizlik ki, bu bugünkü beynəlxalq siyasətin ən qəliz suallarının biri də odur ki, məntiq sanki pozulub. İrandan soruşsanız ki, sizin düşməniniz kimdir? Birinci Birləşmiş Ştatların adını çəkəcək. Baxmayın ki, Omanda danışıqları ki, birbaşa danışıq olacaqdı, indi məlum olur ki, birbaşa olmur. Hətta danışıqların ilki mərhələsində pozulub o razılaşma. Yəni, İran, düşmənin kimdir? Birləşmiş Ştatlar. Və yaxud da ki, Fransa. Ermənistandan soruş, sənin dostun, qardaşın kimdir? Birləşmiş Ştatlar, Fransa. Bu nə paradoksdur? Sənin düşməninlə, sənin dost elədiyin qardaşdır, dostdur.